Bisküvitimiz pişti. Bu ortası niye belə olur? Hə, qəşəng pişibdi. Soysun, sonra da tortu yığaq. Tort özünü tutana qədər mən də bu otağı yığışdırım, bir də spalyanı yığışdırım. Sonra bir tane də başqa işlərim var, onları görüm. Başlayaq tortu yığmağa.
Heç nə. Buna patrola da hamama. Hamama? Hə. Hamama. Apa çimçimə tulla gəl. Bu mənim çölsün kamda. Bu uşaqlara pulkuzat qoyuram həmin. Miloşun suyu olur. 100%. Bu da şeydir. Dərman. Bint var. Perix var. Sonra spit var. Spit öyle bu. Vodorostil. Sonra kuru salfetka var. Bunlar bu şeydir. Klip dərmanıdır. Kızdırma var. Norofen var. Sonra hətta gəncəli olduğunu demədən göstər. Balaca bıçaq da var. Belə. Sonra çıxaram deyə nəsə lazım olur. Bu kəsi iti dök. Görürsünüz. Mama. Bacınızı. Mama. Mama. Yol üçündür də yəni bir sözüm. Onu çölə də çıxardıram. Yox, onu geymək olmaz. Melisa'nın açıqısı var, çox göstərirəm. Mənim açıqım var. Pul var. Nə bilim belə. Bunu da geyinirəm. Mama. Mama. İndi istedi vəbşə. Mama. İstəmə şkafa qoyam. Mama. Yer olsa. Bura bizim hər dəqiqə işlətmədiyimiz, toyluq ətraflarımız olan yerdir. Ən çox da yoldaşın ətrafları buradadır. Ona görə belə karıfkada sərqəli saxlayıram. Əvvəl paketə qoyurdum, sonra karıfkaları tullamadım. Mən burada evdə maşinləri var, şirçürəm, nə bilim. Belə mənim ətraflarım, bəziləri bir iki dənə var. Buranın pisosda ən çox qapın azı qum olur. Burada uşaqlar səhv edir. Əhqafla promo girir. Yuxarıda görürsünüz o aparatı. Onu deyəsən içi qutarıbdır. İndi çıxım götürüm, baxım. Dəyişim onu. Var niyə yaxşı olmuş. Dur dəqiqəsini dəyişim. Bəlkə ona görə. Dəqiqəsi oradaydı. Hə, 18 dəqiqədir. Biraz xoş görürəm evdə şey ilənsin. Bunu alanda, bəqə deyim, bu batareykaları üstündə verdilər. Bir də belə bir şey üstündə vermişdilər. Sonra indi hər dəfə özümüz dəyişirik. Alandan bu üçüncüdür. Dəyişirik. Çox yaxşı deyil, çox. Burada da şirəsi şeyin. Toxum yağı tökülür. Bu da harasa asmaq üçün. Burada bunu da biz şkafa qoyuruq. Kaldora yayılır. Evi təmizləyəndən sonra bunun qoxusu dəhşət adama yaxşı, xoş təsirat bağışlayır da. Təmiz ev, iyisi də vurur, gül qoxusu da şey olur. Qızlar, sizə nə göstərim, nə göstərim. Bura fikir verməyin də, çox xahiş ediyorum. Bu evi uşaqları işlərindən sonra remont edəcək, ona görə biraz gözləyirik ki, daha da pis günə qoysunlar. Hələ Melisa balaca daha laf yazır. Aboydan siləndə də getmir. Yəni kimisə bildiyi bir şey varsa, bildiyim hər şeyi dənəmişəm, amma getməyibdir. Kimsə nəsə bilirsə deyər, yoxlayaram, görün silməyim. Bir də demək istəyirəm ki, buranı yığışdıranda heç vaxt çəkə bilmirəm. Çünki buranı tez-tez yığışdırıram mən. Melisa zat imkan vermir də, yəni burada da banka zat var, əli kəsilməsin deyə. Ona görə çətin şeyləyə bilmirəm, həm də dar deyir. İndi o dəfə təmizləmişəm, indi sizə göstərmək istəyirəm. Bu əvvəlki versiyası yoxdur, amma onu deyim ki, yəni ayaq qoymağa yer yox idi, o dərəcədə idi əvvəlki halı. İndiki halda belədir. Belə. Yormaqdan görünür. Əsas odur ki, burada yeriməyə yerimiz var.
Bax o tərəfdə boşdur. Belə yeriysən, belə yeriysən, yer var. O yerdə olan ləkələr getməyən ləkələrdir deyə. Ona görə yəni getməyibdi. Bu altdakı o kutu zapa bu şeylər gedəcək. Buna qalan hər şey. Yəni burandır. Bankalar, bax nə bişirəcəmsə, nə şeycəm hamısı sayından saxlamışam. Yuxarıda da bax burada bəzi meyvə şeylər var, mürəbbələr. Burada produktdur. Gəlin içərdən göstəreyim. Hə. Burada produktdur. Bu ləpədir. Sonra makarondur, qreçkadır. Produktlar bura yığmışam sərindir. Bu da kəsdiyim şeydir. Xəncəl. Xəncəllər hazır. Tökdün suya yedin. Alt qalmışdı, qurulub bura qoymuşam. Yenə makaron. Nəsə də makaron dolu vermişimdir. Belə yığmışam bura. Bura mənim defomdur da. Hə, burada piknikə qav almışam, o qavdır. Sonra bu qav paraşokun kapsullarıdır, qavyan maşının. Burada dediyim kimi bəhməz var. Sonra mürəbbələr var. Bəzi yeyib qutarmadığımız mürəbbələr. Məsələn bu gilasdır. Ərik də var, nə bilim o kiləcəm inşallah bu yay. Salamatçılıq olsun. Keçək bu bir. Ara hissədə qaranlıqdır. Burada bilirsiniz nə? Yuxarıda işıq var. Burada karavka qoymur, ora işıq düşür. Bu kutu, orada bilməm görünür. Bu instrument kutumuzdur. İnstrumentlərimiz buradadır. Sonra bu Miloş'un sumkasıdır, görürsünüz. Yumamışam, yuf, qurudub, tərdən yenə qoyacağım. Bu aşağıda ventilyatordur. Sonra peçdir, qışda çox soyuq olanda qoşuruq. Bu da bir sənə o sürməni boşaltdığım şeylərdir. Deyəsən aşağını çəkmir. Hə, indi çəkir. Hə, burada sürməni boşaltdığım şeylərdir. Yine buraya yığmışam, kutuda sonra bu Melisa'nın pampesləridir, önümdən almışam. Melisa'nı karşı olaraq gedə bilmirəm da, inanırsınız, dəhşətli dərəcədə tərs qızdır, öyrənmir. Bilmirəm nə olacaq onun axırı. Nəsə, altda da belə şeylər, setka, şiş, belə şeylər, şampur. Sonra yaşına var, yuxarıda. Yuxarıda belə sideniyadır. Avtokreslolarda da, sonra bu sacıdır, sacı qoymuşam bura. Orada boş kutudur, samavarın boş kutusu. Bu kutu televizorun kutusudur, geçədir da, birisi 1.60 uzunu, eni bilmirəm nə qədərdir. O köhnə televizorumuz fediya qırmamışdan qabaq, o ekranı qırılıbdı, elə də təbdə 3 ayın televizorudur, 3 ay təzə almışdıq. İndi onu düzəltdirməyə görə bura qoymuşuq ki, ha vaxtsa əlimizə pul düşəndə əlavə düzəltdirərik. Qalıb burada, yəni. Ona görə oradan işıq var, belə. Amma işıq qoymurdu, elə bura qaranlıq olur həmişə. Kaldurun işığını yandıranda düşür, amma belə səlqəli olubdur yenə də. Bankaların da çoxunu vermişik qonşumuza, götürəcəklər. Qapının ağzındadır, kaldorda, çöldə. Orada arxada kutudakı kafelərdir. Tuvaletimizin, hamamızın kafeli vaxtı remontdan artıq qalanlardır. O usta bizə görün neçə paşka artıq şey alıbdır. Düzgün hesablamayıblar. Nəysə belə. Bu qədər. Burada da işlətmədiyim şeydir. Pol taxtaları. Bu da oxloydu. Belə. İndi gedək zalımıza. Zalımız təmizdir, amma dağınıqdır. Yəni görürsünüz, uşaqlar dağıdır. Paltarlar, zatlar dünən soyunublar, eliflər, Melisa dağıdır. Nə bilim, tör-tör çünküdlər bir sözlə. Bax, kuxunan da qavlar yumuşam, təmizdir. Yaxşı. Belə töküntülər var eləcə, yanama təmizdir. Başlayaq bunları yığışdıraq. Buyurun şkafa. Əl şortiki. Bu başqa variantı var idi, Azərbaycandan almışdıq. Belə sızıqlı olur, görək. İndi şəkilini yerləşdirirəm videoda. Ondan.
O cırıldı, bu qalıbdı. Bunu da Gəncədən almışdım. Baba. Babacığım. Papa geldi. Mama, wow. Qəşəng tadı. Qəşəngdir. Keçmiş vloglarda görmüşdür. Bunu qoymuşdum qurusun nanələri. Gör nə gözəl quruyur. İndi yıxacam bankaya. Qışda işlətməyə. Bunu çox əzmədim, iyisi getməsin deyə. İndi işlətdikcə, lazım olduqca götürüb əzif qoyarım. Biraz elə biləzdim də, çox yox. Ged aç Miloşdur. İndi üstünü, işlərimi qurtardım. Orada qavlar vardı, onu da yığışdırdım. İndi üstünü sulamaq istəyirəm. $200 milli elə eləyim hədəlik. Madə gəlki görəcək. Hə. 270 oldu. 270 milli elədim. Bakın. Gör ne güzel bitirəm. Şimdi buna biraz skuşonka malası vuracağım. Bir hardasa 50-60 gram. Təzədən bir də çalacağım. Fedya, Miloşun sürməsindən get, qarşısını gətir da. Sağ ol. Baba. Niye? Niye vurmaq istəyirsən? Alt qıraqları örtülməlidir. Bir dənə belə nasatkam var. Bilmirəm adı nədir bunun. Kodu da yazılmıyordur. Ən çox işlədiləndir də bu. Bir də belə ulduz formasında var.
İndi burasına da bəzək vurmalıyam. Bilmirəm hansı tərəfə vurum, hansını hara vurum. Buna balaca buralara vura bilərəm. Silifka haqqında da məlumat vereyim, qaymaq haqqında. Görürsünüz, bunun ağzını bərk bağladım skotla. Hava getmə. Hava getməsə bu gec xarab olur. Amma bunun içində var da bir belə var. Mən sonra işlətməkdən ötürü ağzını bərk bağladım ki, hava getməsin, yoxsa xarab olub acı dadır. Həm də ki, işlətməmişdən qabaq, hardasa 2 gün, 3 gün əvvəldən bu xaladenikdə olsa daha yaxşıdır. Çünki olmasa, xaladenikdə olmasa, yəni bərkimir. Soyuq olmalıdır. Mən bunu çox almışdım, keçən vloqumuzda görmüş olarsınız. O gündən, aldığım gündən 3 gündür. 3 gün bundan qabaqdan almışam. 3 gündür xaladenikdədir. Bax, bir gün çıxırtmışam. İndi də yenə xaladenikə qoyacağım. Yenə ağzını bərk bağlamışam, hava keçməsin. Qıraqlardan da belə də bağladım. Belə də bağladım. Yəni qıraqlardan hava keçmə şansı yoxdur. İndi hava işlədərəm. Yenə oktyabrın 10-una qədər də vaxtı var. Yenə işlədəndə yenə kəsəcəm, işlədəcəm. Deməli, nə hansıları geymək istəyirəm, gətirdim düzdüm bura. Donu da geyinə bilərəm. Donu. Gün nə gözəldir, çox qəşəng. Bu donu çox xoşlayıram. Belə. Belədir bu, bax, boğaz tərəfidir, bu qolları belədir bu. Forması. Yəqin ki, bildiniz nə cür formadadır. Belədir. Baxın, belədir. Bu yubqanı təzə aldığım. Bunu geyinmişəm. Bunu da keçən yay bir dəfə geyindim. Sonra yağışda da oldu, mümkün olmadı geyinmək. Sonra bunu geyinməmişəm hələ ki. Bunu da geyinmişəm. Bunları vaxtı futbolkaların hamısını geyinmişəm. İndi bir dənəyək. Sevdiyim rəhələrdən hamısı. Birinci kombin belədir. Bu ikinci kombin. Bu da üçüncü. Belə karışneli futbolka. İndi hazırlaşmaq istəyirəm. Amma birinci gedəcək, yəni gedəcək deyəndə mən gedirəm. Fedyanın icrasına, məktəbə. Oradan çıxanlar inşallah gedəcək şeyə, qonaq. Nəmləndirici vururam birinci.
Çöl də çox isti deyil qızlar. Ne güzel serinliği buralar. Beh 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 beh. Dolmadı bir şey. Ellerine sağlık. Sənin yaşında eləyərəm də, qoluboy svet. Onu xala belə istəyir. Ürəyincə oldu. Ben keçsem. Feydə, bərk eləyəsən, delif yerə çökülür. Ben keçsem. 25, yo 23 yaşında almışdıq onu. Elə 23 idi onda. Sən keçən yaşında burada döydün. Yok. Hansız saklamıştım ben. Hə, mən də Ben saxladım. seviyorum sizi saklamayı. Gel. Gel Melis gel buraya. Gel yanıma gel. С днем рождения, поздравляю тебя. Ура! Anton, tebrikler, tebrikler. Gel. Tutun. Gel tutun. Saçını şöyle. Ürəyə bax dedi, bugün tort yiyildi. Öyle kremdi bende. Diledim gel. Ha, kırmızı mehmet tortu da. Hə, sürpriz içlik. Qaşıq. Ye, Fedeci görək nətərdir? Ben вообще yememiş. Au. Çau. Çau çau çau. Gedək yemə. Yok. Hı? Yok. Getmisiniz? Yok. Biz getmirik. Melisa, qalırsan. Ben de yedim.